Gəncədə avtomatlaşdırılmış və tam müasir tələblərə cavab verən yeni çörək zavodu istifadəyə verilib. Zavod sahibkarlığa kömək milli fondunun verdiyi güzəştli və uzun müddətli kredit hesabına ərsəyə gəlib və qərb bölgəsində yerləşən hərbi hissələrin çörək təminatını həyata keçirir. Yeni açılmış zavod müasir çörək bişirmə avadanlıqları ilə təchiz edilib. Bu imkan verir ki, əl dəymədən tam sanitar və gigiyenik normalara cavab verən çörək istehsal etmək mümkün olsun. Belə ki, zavodda çörək bişirmədəki bütün mərhələlər ayrı-ayrı avadanlıqlar tərəfindən görülür. Quraşdırılan sobanın gücü 1 saata 9000-ə yaxın 200 qram çəkisi olan çörəkdir. Bu çəki isə Müdafiə Nazirliyi tərəfindən müəyyən edilib. Çünki zavod Nazirliyin keçirdiyi tenderdə qalib gəlib. Müəssisənin istehsal gücü sutkada təxminən 25 tondur. Bir yarım bundan öncə başladılar, biz də dəstək olduq. Sözsüz ki, Cənab Prezidentin regional sosial iqtisadi inkişaf dövlət proqramının vaxtı olaraq sahibkarlar kömək milli fondundan dəstək olundu və qısa bir müddətdə bu zavod açıldı. Məqsəd də budur ki, digər fəaliyyət göstərən sexlər də artıq 4-ündə rekonstruksiya gedir. Sexlər də fəaliyyət göstərsin, ancaq sözsüz ki, normalara, standartlara uyğun formada olmalı. Çünki çörək bir nömrəli insanlar üçün qidadır, onun keyfiyyətli olması ən vacib şərtdir. Biz özümüz bunu qorumalıyıq. İstər çörək pişirən, istər ondan istifadə edən. Yeni zavodda 65 iş yeri yaradılıb. Hazırda yalnız bir çeşiddə çörək istehsal edilsə də, çeşidlərin sayının 5-ə çatdırılacağı gözlənilir. Ən son texnologiya olan bir avadanlıqlardır. Türkiyənin Kumqaya fabrikasının avadanlıqlarıdır. Burada çörək tam avtomatik, əl dəymədən istehsal olunur. Tam sanitar gigiyenik qaydalara cavab verir. Müdafiə Nazirliyinin çörək satın alması üzrə tenderini udduğumuza görə Bərdə, Yevlax, Naftalan, Koranboy, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Gədəbəy, Toz, Qazax rayonlarında yerləşən hərbi hissələri çörəklə təmin edirik. Zavodun şəhər əhalisi üçün çörək satışını həyata keçirmək məqsədi ilə satış məntəqələri də açılacaq. Yeni açılmış zavod hələlik qərb bölgəsindəki hərbi hissələrin çörək təminatını ödəsə də, gələcəkdə şəhər əhalisi üçün də satışı gözlənilir. Bunun üçün isə zavodun istehsal gücü artırılmalıdır. Elturan İbrahimli, İlham Həsənli, Kəpəz TV.